və Çimərlik Futbolu Federasiyasının 22 iyul Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında təşkil etdiyi Çimərlik Futbolu üzrə Tissot Cup turniri start götürüb. Mərdəkanda Dalğa Arenanın Çimərlik meydançasında təşkil olunan yarışda 10 komanda 2 qrupda mübarizəyə qoşulub. Favoritlər arasında Space telekanalı və Olimpiya A saytının birləşmiş komandası da var. Püşkün nəticəsinə görə A qrupuna düşən Space və Olimpiya A-nın birləşmiş komandası birinci oyunda toplu komandası ilə görüşdü. Təcrübəli Əfqan Həmzəyevin baş hakim olduğu oyunda komandamız elə ilk dəqiqələrdən təşəbbüsə yiyələndi. Ardıcıl hücumlarımız tezliklə bəhrəsini verdi. Komandamızın hücumçusu İlham Fərəcov hesabı açdı. Hərəsi 10 dəqiqə olmaqla 3 hissədən ibarət qarşılaşmanın ikinci hissəsində də bir qol vurduq. İlham Fərəcov dublunu rəsmiləşdirdi. 2-0. Space və Olimpiya A-nın birləşmiş komandasında bütün futbolçular, qapıçı Rüfət Məmmədov, müdafiənin dayağı, eyni zamanda komandanın kapitanı İman Məcidov, eləcə də Akşin Əliyev, Ramin Cəfərov, Tural Xudiyev, Razi Şirinov, İlham Fərəcov və Anar Məmmədov yaxşı təsir bağışladı. Bunun nəticəsidir ki, sonuncu, 3-cü hissədə fərqi bir qədər də artırıb inamlı qələbə qazandıq. 5-1. Komandamızın heyətində İlham daha 2 dəfə fərqlənib qollarının sayını 4-ə çatdırdı. Qalan bir qolun müəllifi isə Anar Məmmədov oldu. Reglamentə əsasən futbolçularımız növbəti oyunda Futbol Plus qəzetinin kollektivi ilə qarşılaşmalı idi. Ancaq oyun saatı çatanda məlum oldu ki, rəqibin nə izi var, nə də tozu. Qərəzli və cəfəng məqalələr yazmaqla məşğul olan Futbol Plus qəzetinin əməkdaşlarını tapmaq mümkün olmadı. Onlar göyə mi buxarlanmışdılar, yoxsa quma mı batmışdılar bilmədik. Hər halda həmin vaxt dənizdə batan da yox idi. Bir sözlə, özlərindən başqa heç kimi bəyənməyən Futbol Plus qəzetinin əməkdaşları komandamızın qarşısına çıxmağa cürət etmədi. Belə qeyri-ciddi kollektivi ümumiyyətlə yarışa dəvət etməyə dəyməz. Təşkilatçılar bunu qabaqcadan nəzərə almalıydılar. Tissot Cup'da ilk günün digər nəticələri isə belə oldu. Fanat Az, Aynesin ikinci komandası 4-7. Sportsmen Futbol Dünyası 6-4. Aynesin birinci komandası Astava İdman Azərbaycan. Bu oyunda Astava İdman Azərbaycana texniki qələbə verildi. Space və Olimpiya A-nın birləşmiş komandası növbəti oyununu iyulun 20-sində saat 18:00-da Sportsmenə qarşı keçirəcək. Bu maçın nəticəsindən asılı olmayaraq futbolçularımız yarımfinala vəsiqə qazanıblar. Tissot Cup turnirinin qalibi isə iyulun 22-sində Milli Mətbuat Günündə məlum olacaq. Bu gözəl turniri təşkil etdiyinə görə AFFA və Çimərlik Futbolu Federasiyasının rəhbərliyinə təşəkkürlər. Əsas qələbə deyil, əsas iştirakdır prinsipi ilə yanaşsaq, yarışa qatılan bütün jurnalistləri bəri başdan təbrik etmək olar. I'm the party application rocking just like that. Dirty bit.